Vaxtilə Azərbaycanın işğal altında saxlanılan suveren ərazilərində yaradılmış qondarma rejimin ordusunun bütün təchizatı Ermənistan Silahlı Qüvvələri tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçirilirdi. Strateji planlaşdırmanı da Ermənistan Silahlı Qüvvələrinin baş qərargahı həyata keçirirdi. Qərarlar da Ermənistan Müdafiə Nazirliyində verilir və sonra bu, tabelikdə olan şəxslər və strukturlara göndərilirdi. Bunu Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Lyova Mnatsakanyan, 15 nəfər erməni əsilli təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin baxıldığı məhkəmə prosesində Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandırarkən dedi. Bildirdi ki, o, qondarma rejimin ordu komandirinin müavini təyin olunub və 2007-ci ilin noyabrınadək bu vəzifədə xidmət edib. 2015-ci ildə isə Ermənistanın prezidenti tərəfindən qondarma rejimin müdafiə naziri təyin olunub. Həmin vəzifəyə təyin olunanda Ermənistanın o vaxtki prezidenti Serj Sarkisyan və müdafiə naziri Seyran Ohanyan onu qəbul edib. Fəaliyyəti ilə bağlı göstərişlər veriblər. Serj Sarkisyan ona bu vəzifənin çox vacib olduğunu deyib. Qəbul edəndə bildirdi ki, bu çox önəmli, vacib və mühüm vəzifədir. Normal xidmət aparılmalıdır. Lyova Mnatsakanyan bildirdi ki, 2018-ci ilin dekabrınadək o, bu vəzifədə xidmət edib. Sonra qondarma rejimin polis rəisi olub. Təqsirləndirilən dedi ki, qondarma rejimin ordusuna təqdimatı Ermənistanın Müdafiə naziri Seyran Ohanyan verib və sonra Ermənistan prezidenti Serj Sarkisyan təsdiqləyib. Qondarma rejimin rəhbəri isə bununla bağlı sadəcə formal sənəd imzalayırdı. Polkovnik leytenant və ondan yuxarı rütbələrə uyğun vəzifələr üzrə təyinat Ermənistanın baş qərargah rəisi, müdafiə naziri və prezident tərəfindən həyata keçirilirdi. Muavinlərə gəldikdə, tikinti işləri üzrə muavindən başqa hamısı general vəzifəsi idi. Muavinlər prezident tərəfindən təyin olunurdu. General rütbələri isə Ermənistan prezidenti tərəfindən verilirdi. Mən isə müdafiə ordusunun komandiri kimi mayor daxil olmaqla ondan aşağı vəzifələri təyin edə, mayor rütbəsinədək rütbə verə bilirdim. Lyova Mnatsakanyan 1993-1994-cü illərdə artilleriya komandiri kimi Ağdərə, Ağdam, Hadrut, Füzuli, Cəbrayıl istiqamətlərində döyüşlərdə iştirakını da etiraf etdi. 1993-cü ilin iyulundan Ağdam, Ağdərə, Hadrut, Füzuli və Cəbrayıl istiqamətində döyüş əməliyyatlarında iştirak etmişəm. Əsas xidmətim artilleriya rəisi kimi olub. Bundan başqa Baş Prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavab olaraq Lyova Mnatsakanyan bildirdi ki, o zamanlar Azərbaycanın işğal edilmiş ərazilərində İskəndər M, .U, Smerç kimi silahlar heç vaxt olmayıb. Həmin silahların Ermənistan ərazisində olduğunu, İskəndər silahlarının hətta hərbi paradda nümayiş etdirildiyini dedi. Dövlət ittihamçısı Vüsal Abdullayevin 44 günlük müharibə zamanı Azərbaycana qarşı bu silahlardan istifadə ilə bağlı qərarları kimlər verirdi sualına cavabında təqsirləndirilən şəxs bildirdi ki, təlimata görə bunu Ermənistan ordusunun baş qərargah rəisi verə bilərdi. Baş qərargah rəisi isə ölkənin rəhbərinə tabe olur. Ermənistanda ölkənin rəhbəri baş nazirdir. Həmin vaxt baş qərargah rəisi Onik Qasparyan, baş nazir isə Nikol Paşinyan idi. Lyova Mnatsakanyan onu da bildirdi ki, qondarma rejimin ordusunda xidmət edənlərin maaşlarını Ermənistan Müdafiə Nazirliyi ödəyib. Həmin orduda 23 min nəfər xidmət edib. Onların 70%-ni Ermənistan vətəndaşları, 30%-ni isə işğal edilmiş ərazilərdən erməni sakinləri təşkil edib. Orduya çağırış ildə 2 dəfə keçirilib. Ümumilikdə il ərzində Ermənistandan 7-8 min nəfər hərbi çağırışçı Azərbaycanın işğal altında saxlanılan ərazilərinə müddətli hərbi xidmətə göndərilib. Xidmət zamanı onların arasında fərq qoyulmurdu. Onlar eyni komandanlığa tabe olurdular. Hərbi geyimləri də eyni idi. Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandırarkən təqsirləndirilən şəxs dedi ki, qondarma rejimin ordusunun nə qədər və hansı silahlarla təmin olunmasını Ermənistan Müdafiə Nazirliyi müəyyənləşdirib. Azərbaycanın işğal altında saxlanılan ərazilərində istifadə olunan tank əleyhinə minalar da Ermənistandan gətirilib. O zaman Azərbaycanın işğal altında saxlanılan ərazilərindəki bütün hərbi cinayətlər Ermənistanda araşdırılıb və istintaq olunub. Təqsirləndirilən dedi ki, işğal edilmiş ərazilərdə xidmət etmiş erməni sakinlər və Ermənistan vətəndaşlarının törətdiyi hərbi cinayətlərin təhqiqatını Ermənistanın hərbi polisi, ibtidai istintaqını isə Ermənistanın hərbi prokurorluğu aparıb. Araşdırma bitdikdən sonra isə məhkəmə keçirilirdi. İşə Ermənistanın ərazisində yerləşən Sünik hərbi məhkəməsində baxılırdı. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zaman təqsirləndirilən şəxs Lyova Mnatsakanyan dedi ki, hərbi yardımlar Ermənistan Müdafiə Nazirliyinin bazasına yığılıb və sonra paylanıb.
Azərbaycanın işğal altında saxlanılan ərazilərində qurulmuş Ohanyan səddi istehkamları ilə bağlı sualı isə belə cavablandırdı. Orada ciddi bir maneə olmayıb. 2000-ci illərin əvvəllərində yaranıb. Tank əleyhinə çuxurdur. Hansısa müxtəlif mühəndis maneələrindən ibarət olub. O sədd yarananda elə bir adı yox idi. Sonradan qoyublar. Təqsirləndirilən şəxs dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavab olaraq dedi ki, qondarma rejimin ordusunda müqabilə ilə hərbi xidmət keçənlər də olub. Proses Ermənistan qanunvericiliyi ilə həyata keçirilib. Sonra iş üzrə keçən bəzi sənədlər təqdim olundu. Levon Mnatsakanyan bu cür sənədlərin çoxsaylı olduğunu, Ermənistan Müdafiə Nazirliyinin baş qərargah rəisindən qondarma rejimin ordusuna ünvanlandığını dedi. Məhkəmə prosesi aprelin 3-də davam etdiriləcək. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərər çəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monti Melkonyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözü gedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.